Yağışlı havadan xoşunuz gəlir? Xoşum gəlir, amma külək olmayanda. Gəzintiyə, yəni küləksiz havada arada bir içəri şəhərdə filan gəzmək xoşuma gəlir. Yağışlı hava niyə xoşunuza gəlir? Çünki yağışlı havada şəhər sanki daha səssiz olur. Daha yaxşı hiss elətdirir mənə. Deyəsən yağışlı havanı sevirsiniz. Yağışlı havanı kim sevməz? Quşlara yem verirsiniz yağışlı havada. Quşlara da yem veririk, əsəblərimizi də sakitləşdiririk, gərginliyimizi də aradan qaldırırıq. Yağışlı havadan xoşunuz gəlirmi? Bəli, gəlir. Niyə? Çox maraqlı olur, romantik olur. Ona görə yağış havada çox xoşum gəlir. Yağışlı havada nə edirsiniz? Yağış havada çox gəzməyi sevirəm. Az yağanda, yəni çiskinli yağanda, amma çox yağanda ki, islandığımız üçün, həm də su basmaları olduğu üçün, yəni belə normal olsa daha yaxşı. Belə olsa daha yaxşı olar. Yəni belə havada. Yağışlı havada nə etməyi sevirsiniz? Yağışlı havada daha çox isti bir yerdə oturmaq və isti bir şey içmək. Yağışlı havada ilahinin nuru yağır. Həmin hallarda, məsələn bir neçə hallarda dualar qəbul olunur. Həmin onlardan da biri yağış yağan anda. Yağış yağan anda mən çox xoşlayıram, həm də Allah qarşısında dualar edirəm. Allahdan mənim istək arzularım nədir onu istəyirəm. Allahın verdiyi bizə möcüzədir. Ona görə. Belə havalarda nə edirsiniz əsasən? Gəzirəm, çıxıram, gəzirəm. Sinir sistemimi sakitləşdirir. Nə soyuqdur, nə istidir. Bəli, ya amma leysan yağışda yox, narın yağışda. Xoşlayıram, xoşum gəlir. Niyə? Gəzməyi xoşlayıram. Məsələn kofe içirəm, həm şəhərə düşürəm belə, gəzirəm özüm üçün. Arada video çəkirəm yağışlı havada. Yəni sizin yağışı daha çox sevirəm. Bilirsiniz nətərdir? Bütün şəraitimiz olsa əlbəttə xoşum gəlir. Yəni axar yerləri, suların axar yerləri, gölməçələr əmələ gəlməsə, ondan sonra transport, yəni nəqliyyat normal işləsə, yolda qalmasa, əlbəttə xoşum gəlir. Belə havada adətən nə edirsiniz? Adətən mən pəncərədən ancaq yağışa baxıram.